Salam, 8-ci sinif kimya, iş dəftəri, bölmə 3, kimyavi reaksiyaların təsnifatı, 3.1 kimyavi tənliklər mövzusunun izahına baxırıq. Birinci sualımız aşağıdakı söz tənliklərini kimyavi tənliklərlə ifadə et. 7-ci sinif dərsində biz kimya birləşmələr və söz tənliklərdən tanış olmuşuq. Həmin məlumatlardan istifadə edib kimyavi tənliklər şəklində söz tənliklərini ifadə etməliyik. Birinci metan. Metanın birləşmə formulu CH4-dür. Üzərinə oksigen gəlirik. Oksigen bəsiz şəkildə, sərbəst şəkildə O2 şəklində yazılır. Əmələ gəlir karbon qazı. Karbon qazı CO2, suyun formulu isə H2O-dur. Biz bu formulları 7-ci sinifdə artıq öyrənmişik. İkinci sual. Magnezium üzərinə gəlsin xlor. Magnezium üzərinə gəlsin xlor. Burada magneziumun xlorlu birləşməsi, yəni magnezium xlor əmələ gəlir. İndekslərin neçə olduğunu müəyyən etməyin qaydası necədir? Köhnə dərsliklərdə valentlik bəhsindən izah edirdik. Təzə dərsliklərə əsasən magnezium qələvi torpaq metallarına aiddir. Qələvi torpaq metalları ikinci qrupda yerləşir, yəni xaricində 2 elektron var. Oktetə gəlmək üçün xaricindəki 2 elektronu verib rabitə əmələ gətirə bilər. Yəni magneziumun verdiyi elektron sayı 2-dir. Xlor 7-ci qrup elementidir, halogenlərə aiddir. Oktetə gəlmək üçün 1 elektron almalıdır. Aldığı verdiyi elektronların sayını çarpaz şəkildə yazmaqla biz kimya birləşmənin formulunu müəyyənləşdiririk. Deməli, formulumuz magnezium xlor 2 olur. Bir rəqəmi isə indeksdə göstərilmir. 3-ə natrium hidroksid. Natrium hidroksid. Hidroksid dedikdə metal atomuna birləşmiş OH qrupları nəzərdə tutulur. Və natrium qələvi metallar olduğuna görə, birinci qrup elementlər olduğuna görə valent imkanı 1 olur. Yəni, xaricindəki 1 elektronu verib oktetə çata bilər. Buna görə də OH qrupunu 1 ədəd birləşdirir. Üzərinə gəlirəm xlorid turşusu. Xlorid turşusu H xlor yazılır. Buradan alınan maddəmiz natrium xlorid və sudur. Natrium xloridin indeksləri neçə olduğunu eyni qayda ilə fikirləşirik. Natrium birinci qrup elementidir. Oktetə gəlmək üçün 1-ni verməlidir. Xlor 7-ci qrup elementidir. Oktetə gəlmək üçün, yəni 8-i tamamlamaq üçün 1-ni almalıdır. 1-1 indekslərə çarpaz şəkildə heç bir rəqəm yazmırıq. 4-cü sual. Kalsium simvolunu yazırıq elementin. Azot sərbəst şəkildə N2 şəklində yazılır. Alınan birləşməmiz kalsium nitrit, yəni kalsium və azotdan əmələ gələn birləşmədir. İndekslərini müəyyənləşdirək, yenə bayaqki qayda ilə. Kalsium qələvi torpaq metallara aiddir, yəni NS2 elektron quruluşuna malikdir. Tamamlamaq üçün xaricindəki 2 elektronu verər. Azot 5-ci qrup elementidir. 5-ci qrup oktetə gəlmək üçün qeyri-metaldır, həmçinin qeyri-metallar elektronunu alırlar. Yəni 5-dir, oktetə gəlmək üçün 3 elektronu alır. Verdiyi aldığı elektronları çarpaz şəkildə indeksləri yazırıq. Yəni 3 kalsium indeksinə, 2 azotun indeksinə yazılır. Formulumuz kalsium 3N2 şəklində göstərilir. 5-ci sual. Kükürt trioksid. Kükürt trioksid dedikdə, yəni bir kükürt, 3 oksigen, 3 rəqəmini ifadə edir. Formulu yazdıq. Suyun formulunu bilirik. Sulfat turşusunda yenə öyrənmişik. H2SO4 şəklində yazılır. İkinci suala baxaq. Aşağıdakı reaksiya tənliklərini tərtib edin. Yenə biz söz tənliklərinə əsasən reaksiya məhsullarını təxmin etməliyik. Hidrogenin yanma reaksiyası. Hidrogen H2 yazılır. Yanma havadakı oksigen iştirakı ilə gedir. Hidrogen oksigenlə yandıqda biz artıq bilirik ki, su alınır. Amoniakın su ilə reaksiyası. Amoniakın birləşmə formulunu bilirik. Suyun formulunu bilirik və birləşmə reaksiyasına daxil olur, həmçinin naşatır spirtini verir. Tanıdığımız 7-ci sinifdə bizdən tanış olan birləşmələrdən NH4OH-a uyğundur. Kalsium kükürtlə reaksiyası. Kalsium plus kükürt. Sözsüz ki, bu elementlərdən əmələ gələn birləşmə, yəni kalsium və kükürtdən ibarət birləşmə olur. İndeksləri müəyyən eləmək istəyiriksə, kalsium qələvi torpaq metallara aiddir, yəni metal olduğuna görə 2 elektron verib oktetə gələr. Kükürt 6-cı qrup elementidir, xalkogenlərə aiddir. 8-i tamamlamaq üçün 2 elektron alar.
2, 2 eyni rəqəm olduğuna görə ixtisar gedir, indekslərə heç nə yazılmır. Yəni formulumuz kalsium S şəklində qalır. Kalsiumun oksigenlə reaksiyası. Kalsium bir atomda bərk maddədir. Metallara aid oksigen O2 şəklində yazılır. Alınan birləşməmiz kalsiumun oksididir. Kalsium qələvi torpaq metalıdır, valenti 2-dir. Oksigen 6-cı qrupda yerləşir. Yəni 2-yə 8 tamamlamaq üçün ikisinə ehtiyacı var. Yəni burada da hər ikisində 2, 2 olduğuna görə indekslərə heç nə yazılmır. Alüminiumun oksigenlə reaksiyası. Yenə alüminium və oksigendən ibarət birləşmə verir. Alüminium 3-cü qrup elementidir və metal olduğuna görə 3 elektronu verib oksidə gələr. Oksigen 6-cı qrup elementidir, 2 elektronu alır. Formullar, yəni valentlər indeksləri çarpaz yazılır və yaxud da alınan verilən elektronlar indekslərə çarpaz yazılır. Alüminium 2, O3. Formulları biz köhnə qayda ilə desək, valentliyə əsasən və yaxud da ki, hal-hazırda yeni dərsliklərdə keçdiyimiz qaydaya əsasən, oktet dublet qaydasına əsasən müəyyənləşdirə bilərik. Üçüncü tapşırıq, aşağıdakı reaksiyaları nəzərə alaraq maddələri Euler Venn diaqramı üzrə ayırın. Reaksiyalarda başlanğıc maddələr verilib, reaksiya məhsulu verib və ortaq olanlar qeyd olunubdur. Birinci reaksiya üçün başlanğıc maddələr reaksiyanın oxdan solda yerləşən başlanğıc məhsullardır. Məhsul isə kalsium hidroksiddir. Digərində başlanğıc maddələr kalsium hidroksid və H-xlordur. İkinci reaksiya üçün. Məhsullar isə kalsium xlorid və sudur. Yəni oxdan sağda olanlar məhsulları ifadə edir. Diqqətlə fikir versək, su və kalsium hidroksid. Su birinci reaksiyanın başlanğıc maddəsidir, ikinci reaksiyanın məhsuludur. Eyni formada kalsium hidroksid birinci reaksiyanın məhsuludur, ikinci reaksiyanın başlanğıc maddəsidir. Yəni biz su maddəsi ilə kalsium hidroksidi burada 2 və 5-ə uyğundur. Bunu ortaq şəkildə götürə bilərik. Yəni birinin başlanğıcıdır, digərinin isə məhsulu olduğuna görə ortaq götürə bilərik. Daha sonra kalsium oksid başlanğıc maddədir. Ona görə biri buxana yerləşdirə bilərik. H-xlor ikinci reaksiyanın başlanğıc məhsuludur. Buna görə H-xlorda birinci xanaya yerləşdirdik. Kalsium xlorid isə məhsuldur. Kalsium xlorid isə deməli sonuncu xanaya yerləşdirə bilərik. Dördüncü tapşırıq, əhəng südünü divara və ağac gövdəsinə vurduqda tədricən ağarır. Reaksiya başlanğıc maddələrinin və məhsulların adını, formullarını yazın. Əhəng südü, əhəng suyu, əhəng. Bunlar bu maddələrin kimya formulu kalsium hidroksiddir. Divara və yaxud da ağacın gövdəsinə vurduqda tədricən zaman keçdikcə ağarmasının səbəbi havanın tərkibindəki karbon qazı ilə qarşılıqlı təsirdə olmasıdır. Qarşılıqlı təsirdə olduqda reaksiya məhsullarının ikinci xanı tələb elədiyinə görə ikinci xanı yazıram. Buradan alınan məhsulumuz kalsium karbonatdır. Kalsium karbonat ağ rəngli bərk maddədir. Əhəng daşı təbaşirin kimyavi tərkibidir. Və buradan alınan, yəni kimyavi reaksiya nəticəsində alınan ağ rəngli maddəyə görə artıq ağacın gövdəsi və divarlar ağarmağa başlayır. Və reaksiyanın digər məhsulları sudur. 5-ci tapşırıqda şəkildə yaşıl rəngli maddə olan malaxitin parçalanması təsvir olunmuşdur. Bu zaman sınaq şüşəsində qara rəngli maddənin mis 2 oksidin qaldığını, karbon qazı və su buxarının ayrıldığını nəzərə alaraq malaxitin hansı elementlərdən təşkil olunduğunu müəyyən et və cavablarını əsaslandır. Biz bu reaksiya baş verdikdə alınan məhsullar dedikdə reaksiyanın məhsulları nəzərə tutulur. Qara rəngli bərk maddə mis oksid, karbon qazının çıxdığını və su buxarının ayrıldığını qeyd edir tapşırığın şərtində. Buna əsasən hansı elementlərdən təşkil olunduğunu müəyyənləşdirməliyik. Təbii ki, bu X maddəmiz, yəni malaxitdən söhbət gedir. Malaxitin tərkibində hansı elementlər var idisə, məhsullarda həmin elementlər olmalıdır. Yəni məhsullar həmin elementlərdən təşkil olunmalıdır. Buna əsasən deyə bilərik ki, X-in, yəni malaxitin tərkibində mis elementi, oksigen, karbon və hidrogen elementlərindən ibarət olubdur. Çünki başlanğıçda da sadəcə bir maddə olubdur. Bu 4 elementin 4-ü də malaxitin kimyavi tərkibini təşkil edir. Malaxitin həmçinin kimyavi tərkibini göstərsək, mis OH2, karbon O3-dür. Bizdən sualın
şərtində sadəcə hansı elementlərdən təşkil olunduğu, yəni birinci hissədə yazdığı qeyd tələb olunur. 5-ci sualın B-sində Malahit X ilə işarələyərək reaksiyanın tənliyini tərtib edin. Əslində yuxarıdakı, yəni birinci mərhələdə artıq biz reaksiyanı tərtib eləmişik. Tam reaksiyasını yazsaq, Malahiti X ilə işarə etmək tələb olunur. Mən tam formunu yazdım. Bu şəkildə də göstərə bilərik. Artıq tapşırıq şərtində özündə mis oksidin, karbon qazı və su alındığını qeyd edir. Buna əsasən biz reaksiyanı bu şəkildə tərtib eləyə bilərik.